Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodistim. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, daimi olaraq imtahan sessiyasında olan şəxslər olur, ya müsahibə, yaxud ya test mərhələsində plansız şəkildə olduğu təqdirdə hazırlaşmaların da bir mənası yoxdur. Baxırsan gecədən səhərə qədər oxuyur, amma nəticəsi sıfırdır. İmtahandan keçənmirsən, kəsilirsən və aldıva belə bir etiket yazır ki, sən tupoysan. Qohum-əqrəba, ailəvin gözündə. Və nəticə etibarı ilə də hazırlıq proseduru o qədər ləngimiş hala gəlir ki, insanlar daimi olaraq plansızlıqdan əziyyət çəkirlər. İstənilən bakalavr yaxud magistratura sessiyasında. Bunlar rezidentura da ola bilər. Sadəcə məqsədsiz olan bir növ, hər hansı bir növ inkişaf təbii ki, inkişaf sayılmır. Baxırsan qalaq-qalaq kitablar, amma ortada nəticə sıfır. Hər hansı bir növ məlumat, yaxud metodika inkişaf edən zaman, ya da planlanan zaman da belə daha doğrusu desək, naushniklə, səs yazma ilə, yəni buna ingiliscə recorder deyirlər də, bundan qulaq asa bilər, yəni voice recorderdən. Dediklərini qulaq da eşidər, beynində dərk eləyər. Bu bir analitik yol. İkincisi göz yaddaşı. Göz yaddaşı qədər möhkəm yaddaş oldu. Qalanları zəifdir. Göz yaddaşını 70 alsansa, o birlərini 30 alacaqsan. Diqqətlə bir şeyə baxıb səhifəsindən nöqtəsinə qədər yadını saxlamaq olar. Tarixən bəzi şagirdlər bakalavr mərhələsinə gələnə qədər bəzi abituriyentlər tarixi xronoloji ardıcıllıqları zəif yaxud yaddaşlarında qalmadığı üçün mövzu hansının əvvəlində gəlir, hansının sonrasında gəlir kimi yadda saxlayırlar. 5 dənə mövzu varsa, hansı bir tarixi dövlət adı, onun adı 3-cü sırada gəlsə, 1-ci sırada gələn deməli bundan əvvəlki ildir. Adlarla da yadda saxlama. Yəni göz yaddaşı yaxud qulaqla, səslə eşidərək, yaxud bundan əvvəl videoroliklərdə hazırlayıb beyni gücləndirməklə də hazırlanmalı və bəzi şəxslər test mərhələsindən sonra müsahibəyə hazırlaşır. Bu da bir məsuliyyətsizlikdir. Yəni planlı ardıcıllıq hər zaman psixoloji olaraq hazırlıqdır. Zaten oxuyanda psixologiyanda yaxşı, oxumayanda psixologiyanda olur pis. Bu qədər. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir. Qoşulmaq istəyənlər şəxsi mesaj özü məlumat verə bilərlər.